Salam dostlar, necəsiniz? Bugün sizlərlə car parkingdən necə şifrə ilə hesablara girməyi öyrədəcəm. Yəni hesab salmağı öyrədəcəm. Yəni hesab salmağı deyilməz, hesablara girməyi deyəcəm. Mən sizə şifrə verəcəm, siz şifrə ilə girəcəksiniz. Uşaqlar, bu arada kanala like atıb abunə olmağı da unutmayın. Uşaqlar, gördüyünüz kimi girdik. Baxın burada üst hissədə, baxın bura var. Bura tıklayırsınız bu parametrlər işarəsində var. Bura basdıqdan sonra ortada satın alma işlemi və geri yükleme. Ona da basırsınız. Bu deyildi. Yəni uşaqlar, ilerleme kaydete basırsınız. Yəni o ən sağda olan. TikTok'un altında olan. TikTok'un telefonu. Burada giriş yaxına keçirsiniz sağdakına və ona basdıqda mən sizə şifrəyə verəcəm əsas yerdə bura. Yəni bunu bəziləri vermir. Ali uşaqlar, Ali hamısı bazı harflərlə Ali Salf işarəsi Gmail.com. Yəqin ki bunu burasını bilirsiniz. İndi isə uşaqlar, burada yazılır ki burada da Ali Salf hamısı bazı harflərlə Ali Salf G 1 1 2 2 3 3. Oka basırıq və tamama vururuq. Və burada üst var girməyəcək. Ben keçireyim və bura. Bax, uşaqlar. Burada ət işarəsindən sonraya 700 və yaxud 500 falan yaza bilirsiniz. Yazırsınız, bax indi girəcəksiniz. Hesabla. Gördüyünüz kimi uşaqlar. Nə qədər hesabatdır. Baxın girdik. Dəqiqə hesabı. Yəni beləncə yazaraq istədiyiniz hesablara giriş yapa bilərsiniz. Məsələn, elə maşınlar gələcək, baxın. Mən sizə göstərim. Baxın, 1 milyon pul. Bunu hər dəfə etdikdə 700, məsələn 500 yaza bilərsiniz, 600 yaza bilərsiniz. Sizə göstərim. Yəni bu hesab pis sıxdır. Yəni elə hesablar olur ki, maşınlar çizimlər çıxır. Peşək çizimlər falanlar çıxır. Gördüğünüz kimi her şey var. Siz de böyle ederek hesaplardan yararlanabilirsiniz. Gördüğünüz gibi her şey böyle. Sağ olun dostlar. Kanala like atıp abone olmayı unutmayın.